Salam dost. Bilirəm ordasan və məni eşidirsən. Çünki mən də bir zamanlar oradaydım. Sistemin içində, klonlar dünyasında, susanlar və görməyənlər arasında bir yerdə. Dünya bizi tanımadan, kim olduğumuzu anlamadan bizə rollar biçir. Bizə adlar verir, kimlik yapışdırır, saxta düşüncələr yeridir. Və biz də özümüzü unutmağa başlayırıq. Bir teatr səhnəsindəki aktyor kimi başqalaşırıq. Bizə verilən rola uyğun yaşamağa çalışırıq. Amma hərdən hiss edirik ki, nələrsə düz deyil, qaydasında olmayan yanlış bir şeylər var. Bizə öyrədilənlər və göstərilənlər sanki bir oyunun parçasıdır. Sanki bizə yalan danışırlar. Sənin haqqında deyilən hər bir yalan sənin qəfəsindir. Sən hər dəfə belə də olmalıdır, hər dəfə hər şey mənasızdır dedikcə, zəncirlərinə bir halqa da əlavə olunur. Amma mən o zəncirləri qıra bilərəm. Çünki bilirəm ki, bir çıxış yolu var. Bu yol həmişə olub. Və mən buraya sənə nəyi düşünəcəyini, nəyi edəcəyini deməyə gəlməmişəm. Demək istəyirəm ki, bu bir başlanğıcdır. Bundan sonrası isə sənə bağlıdır. Mən buraya sənə göstərmək üçün gəlmişəm. Qaydalar və mental sərhədlər olmadan sənin həqiqi kimliyinə qovuşduğun bir dünyanı göstərmək istəyirəm. Bu dünyada hər şey mümkündür. Sadəcə səni belə olmadığına inandırıblar. Burada sənə rol biçən yoxdur. Sənin olanı sənə xatırladırlar. Burada sən özünü xatırlayacaqsan. Orada sənə yalan danışırlar, burada isə ancaq həqiqət var. Bura mədrəsədir. Əgər sən də zəncirlənmiş hiss edirsənsə, gəl. Mental sərhədlərini aşmaq istəyirsənsə, gəl. Özünü xatırlamaq istəyirsənsə, gəl. Klonlar dünyasının həqiqətini bilmək istəyirsənsə, gəl. Sənə öyrədilənləri unut və gəl. Bu günə qədər sənə tamaşa edirdilər. İndi tamaşa eləmək sırası səndədir. Artıq seçim sənindir. Məni axtarsan, mədrəsədə olacam.